Astarada toyunun səhəri faciəvi şəkildə ölən 17 yaşlı Əfsanə İmanovun atası danışıb. Bizim media xəbər verir ki, ata Maksud İmanov qızının hamilə olduğunu toy günü öyrəndiyini deyib. Qızımla oğlan 8-9 ay idi ki, nişanlı idilər. Mən onun hamilə olduğunu bilmirdim. Toy günü xəstəxanaya gedəndə öyrəndik ki, 7 aylıq hamilə imiş. Ona qədər heç nə hiss etməmişdik. Qızınızı erkən yaşda niyə nişanlıyıb ərə verirdiniz? Sualına isə ata belə cavab verib. 18 yaşına 3 ay qalmışdı da. Əfsanənin qaynatası Aqil Cevziyev isə hadisə ilə bağlı bunları deyib. Çox pis hadisə oldu. Başımızı itirmişik. Oğlumun 22 yaşı var. 8 ay əvvəl Əfsanə ilə nişanlanmışdılar. Qızın hamilə olduğunu toydan bir həftə əvvəl bildik, amma 7 aylıq olduğunu bilmirdik. Toy dəvətnamələri artıq paylanmışdı. Xəcalət çəkməyək deyə toy etməyə qərar verdik. Onun sözlərinə görə Əfsanə toy ərəfəsində ata evində olarkən bir qədər qızdırmalı olub, lakin ciddi səhət problemi müşahidə edilməyib. Toy günü də halı normal idi. Təxminən saat 5-də gəlin evə gətirildi. Az sonra oğlum zəng edib dedi ki, Əfsanənin vəziyyəti pisləşib. Dərhal təcili tibbi yardım çağırdım və xəstəxanaya apardım. O həmçinin mediada yayılan cütlüyün Bakıda istixanalarda işləməsi barədə məlumatların həqiqət olmadığını da vurğulayıb. Onlar heç vaxt kənddən kənara çıxmayıblar, hər ikisi burada yaşayırdı deyə oğlanın atası bildirib. Hadisə ilə bağlı Astara rayon prokurorluğunda araşdırmalar davam etdirilir.